Salam, biyologiya 7-ci sinif 1-ci hissə. 1-ci bölmənin artıq 6-cı mövzusundayıq və bu video ilə də 1-ci bölməni bitiririk. Söz verdiyim kimi 1-ci bölmənin sonunda özüm üçün götürdüyüm qeydləri, əsasları paylaşacağım. Və bakteriya mövzusu kiçik mövzu olduğu üçün bakteriya mövzusundan sonra digər mövzunu da bu videoda birlikdə bitiririk. İkinci bölməni bitirdikdən sonra isə artıq test toplusu işləmə videoları da dim test toplusundan başlayacaq. Mövzuya başlayaq. Bakteriyalar. Nobel mükafatı laureatı Alman həkimi Robert Koch 1877-ci ildə vərəmin törədicisi olan çubuq şəkilli bakteriyaları kəşf etmişdi. Vərəm xəstəsinin ağciyərindən hazırlanmış preparata mikroskop altında baxarkən Koch çoxlu nazik çubuğa bənzər cisimciklər görür. Sonralar bu bakteriyaları Koch çubuğu adlandırırlar. Bakteriyaların quruluşu. Bakteriyalar çox kiçik ölçülü bir hüceyrəli orqanizmlərdir. Mikroskopdan istifadə etmədən adətən onları adi gözlə müşahidə etmək mümkün deyil. Bakteriyaları bakteriologiya elmi öyrənir. Burada bakteriyanın şəklində bakteriyada olan orqanellər göstərilib və həmçinin onun tərkibi baxaq. Ribosom göstərilib, ribosomlar, xromosomlar. Xromosomlar görünür ki, ortada yığılmışdı. Ehtiyat maddələr, xromosomlar yox, xromosom, tək xromosom göstərilmişdir. Belə desək daha düzgün olar və ortada ehtiyat maddələr, qoruyucu kapsulun altında hüceyrə divarı, hüceyrə divarının da altında plazmatik membran. Sonra sitoplazma və qamçısı göstərilmişdir. Bakteriyaların həyat fəaliyyəti. Bəzi bakteriyalar oksigenli, bəziləri isə oksigensiz mühitdə yaşayır. Qida çatışmadıqda çox yüksək və ya çox aşağı temperatur kimi əlverişsiz şəraitdə bakteriyalarda spor əmələ gəlir. Bu zaman sitoplazmanın bir hissəsi qılafdan ayrılır və onun ətrafında əvvəlcə membran, sonra isə hüceyrə divarı əmələ gəlir. Sporun daxilində həyati proseslər zəifləyir. Əlverişsiz mühitdə sporlar uzun müddət qala bilir. Əlverişli şəraitə düşdükdə isə bakteriyalar yenidən fəaliyyətə başlayır. Buradakı şəkildə isə dediyi proses göstərilib ki, burada sitoplazma və qılaf hər ikisi normal vəziyyətdədir. Sonra nə deyirdi? Sitoplazmanın bir hissəsi qılafdan ayrılır. Gördüyünüz kimi burada göstərim. Sitoplazmanın bir hissəsi bu hissədə qılafdan ayrılmışdı. Daha sonra isə onun ətrafında əvvəlcə membran əmələ gəlir, sonra isə hüceyrə divarı əmələ gəlir. Burada membran əmələ gəlməsi, sonra hüceyrə divarı əmələ gəlməsi. Sporun daxilində həyati proseslər zəifləyir, əlverişsiz mühitdə sporlar uzun müddətə qala bilir. Bunu deyir. Burada da göründüyü kimi nüvə əmələ gəlməsi yəqin ki göstərilib. Sonra isə artıq o tamamilə azad yaşayır. Və beləliklə hüceyrə də spora çevrilir. Bakteriyalar burada mikroskop altında müşahidəsi. Deyir ki, əşya və burada metilen mavisindən boya olaraq istifadə olunub. Deyir, əşya şüşəsi üzərinə bir damcı metilen mavisi əlavə edin. Çox az miqdarda qatıqla qarışdırın. Ehtiyatla örtü şüşəsi ilə örtün. Hazırlanmış preparata mikroskop altında baxın. Gördüklərinizi sxematik şəkildə çəkin.
Burada qatıqda olan bakteriyalar görünəcək. Qatığın tərkibində olan qıcqırma bakteriyaları. Bakteriyaların bəziləri qida maddələrini özləri hazırlayır. Digərləri isə hazır qida maddələrindən istifadə edir. Parazit bakteriyalar canlılarda müxtəlif xəstəliklər törədir. Torpaqda yaşayan bəzi bakteriyalar bitki və heyvan qalıqları ilə qidalanaraq onları daha sadə maddələrə parçalayır. Bəzi bakteriyalar insan və heyvanlarda qidaların həzmində, digərləri isə bağırsaqlarda bir sıra vitaminlərin sintezində iştirak edir. Bilirsinizmi hissəsi? Bir bakteriya hüceyrəsi gündə öz kütləsindən 30 dəfə çox qida istehlak edir. Bunun 35-40 kilosu ağırlığında bir məktəblinin gündə 1 tondan çox yemək yeməsi ilə müqayisə etmək olar. Və buradakı şəkillərə diqqətlə baxırıq, çünki testlərdə qarşımıza çıxa bilər. Vəba törədicisi qamçısını görürük və özü də çöp şəkillidir, çubuq şəkillidir, yəni çöp şəkilli. Və azca əyrilik var burada. Sonra vərəm törədicisinə baxaq. Vərəm törədicisinin üzərində qırışlar görürük və qamçı görmürük. Tetanus törədicisində isə birazca quruluşu oktopus var, ona oxşuyur. Yəni osminoqa oxşuyur. Birazca quruluşunu bənzətdim mən. Arxa tərəfində qamçıları var. Ön hissəsi genişlənib və orada bir dairə var ortada. Taun törədicisində isə görürük ki, kirpikçiklərə bənzər, yəqin ki, kirpikçiklərdir bunlar. Hərəkət orqanoidləri var. Çirkab suların təmizlənməsində, pendir və qatıq istehsalında, dərman sənayesində bakteriyalardan geniş istifadə olunur. Bakteriyalar əlverişli şəraitdə müəyyən ölçüyə çatdıqda sadə bölünmə yolu ilə ikiyə bölünərək çoxalır. Öyrəndiklərinizi tətbiq edin. Otaq temperaturu şəraitində bir stəkan çiy süddə 1 saatda təxminən 800 bakteriya əmələ gəlmişdi. Əgər bu bakteriyalar hər 20 dəqiqədən bir bölünərsə, onda 1 saat əvvəl süddə neçə bakteriya olub? İndi dediklərini yazaq. Deyir ki, 60 dəqiqədə 800 bakteriya əmələ gəlib sonda. Əgər bu bakteriyalar hər 20 dəqiqədən bir bölünürsə, yəni hər 20 dəqiqədən bir, axı bir bakteriya 2 yerə bölünür. Ona görə də 2 üstü n deyə bilərik. İndi 60 dəqiqənin də içində 20 dəqiqə 3 dəfədir. Onda deməli bu 3 dəfə bölünüb. Yəni 2 üstü 3 desək. 2 üstü 3. Hər bakteriyadan 2 üstü 3 bakteriya əmələ gəlib. Bəs 800 bakteriya ən sonda əmələ gələndir. Ona görə bu əvvəlki bakteriya sayı neçə imiş? Onu yazılmır bura. Niyəsə yazılmadı. Ən son hissəni bir dəfə də yazım. 2 üstü 3 x bərabərdir 800 yazırıq. X buradan alınan 2 üstü 3 8 edir axı. 100. Deməli, əvvəlki bakteriya sayı 100 imiş. Cavabımızı yoxlamaq üçünsə necə eləyə bilərik? Deməli, deyək ki, tapdıq ki, biz burada x 100 imiş. Yəni, əvvəlki bakteriya sayı 100 imiş. Baxaq, yerinə qoyaq. 100 bakteriya hər 20 dəqiqədən bir bölünür. 60 dəqiqə içində dedik 3 dəfə 20 dəqiqə var. Onun üçün 3 dəfə bölünəcək. Yəni, birinci bölünmədə 100-ü vuracaq 2-yə. Hər bakteriya 2 yerə bölünür axı. 200 olacaq. İkinci bölünmədə bu 200 bakteriyada hər ikisi 2 yerə bölünəndə 2-yə vururuq 400. Üçüncü bölünmədə isə yenə 2-yə vururuq 800. Yəni gördük ki, cavabımız da düzgün imiş.
Sonra yazılıb ki, sizcə bakteriyaların sürətlə çoxalması insan üçün faydalıdırmı? İnsan üçün baxır hansı bakteriyanın çoxalması faydalıdır. Bütün bakteriyalarda belə deyil. Məsələn, hal-hazırda olduğundan daha sürətlə çoxalarsa, bu başqa fəsadları gətirib çıxara bilər. Məsələn, deyək ki, qatıqda südün qıcqırması olsun. Bu həddən artıq qıcqırdıqda artıq turş dad verir və o da insan tərəfindən yeyilmir. Yer üzərindəki bakteriyaların məhdudiyyətsiz çoxalması nəyə gətirib çıxarardı? Bunun haqqında bir araşdırma var idi ki, hesablamalar aparmışlar ki, əgər məhdudiyyətsiz çoxalma olsaydı bakteriyalarda, onda nə olardı? Cəmi 1 dəqiqə ərzində insan boynu keçəcək qədər bakteriya əmələ gələrdi ki, bu da böyük bir fəlakətdir. Təbiətdə bakteriyaların sürətlə çoxalmasının qarşısını hansı amillər alır? Bunlardan biri günəş işığıdır ki, bilirik ki, bakteriyaları öldürür. Daha sonra dezinfeksiya edici maddələr, şəkər, duz, bu kimi amillər və qida çatışmazlığıdır ki, bakteriyaların sürətlə çoxalmasının qarşısını alır. Bu misalları göstərə bilərəm. Öyrəndiklərinizi yoxlayın. Qrafiki nəzərdən keçirin, suallara cavab verin. Bakteriyaların çoxalması nədən asılıdır? Burada görürük ki, mikroorqanizmlərin sayı millilitrlə verilmişdi və millilitrdir yəqin ki, bu ml yazılıb. Sonra isə burada saat hissəsidir və saatdan asılılığı göstərilib. Burada temperaturdan görürük ki, asılı olaraq dəyişir. 4 dərəcə temperaturda az bakteriya əmələ gəlmişdi. Burada bakteriyaların sayını görürük ki, 4 dərəcə temperaturda az olub. Ondan sonra sadəcə 1-ə yaxınlaşıb, hələ heç 1 də tam olmayıb. 15 dərəcə temperaturda çox olub. Ondan artıq 100-dən az görürük. 100-dən bir qədər az. Məsələn, 25 dərəcə 15 dərəcədən daha az olub. Deməli ki, 15 dərəcə bu bakteriyalar üçün daha əlverişli imiş. 25 dərəcə isə daha əlverişsiz imiş. Ən yaxşı isə görürük ki, 20 dərəcədədir və 30 dərəcədədir və 20 dərəcədə 30 dərəcədən bir qədər çoxdur. Yəni bakteriyaların çoxalması burada temperaturdan asılıdır, görünür. Hansı şəraitdə çoxalma sürəti daha yüksəkdir? Bunu dedik, 20 dərəcədə və daha sonra isə 30 dərəcədəki bakteriyalar üçün ideal temperaturdur. Keçişik burada 7-ci mövzuya, ixtisaslaşmış hüceyrələr. Açar sözlərdə eritrositlər, neyron, qamet, yumurta, hüceyrə, spermatozoid və kök tükçüyü verilmişdir. Oxşar fəaliyyətləri eyni məqsədlə birləşdirmək səmərəliliyi xeyli artıra bilər. Məsələn, müəllimin hər bir şagirdlə ayrılıqda məşğul olmasından daha çox, məktəbdə müəllim və şagirdlərin birlikdə fəaliyyəti öyrənmə prosesini asanlaşdırır. Oxşar fikri canlı orqanizmlərə aid etmək olar. Eyni funksiya və quruluşlu hüceyrələrin toxumada oxşar toxumaların isə orqanlarda birləşməsi orqanizmin həyat proseslərini daha səmərəli gerçəkləşməsinə kömək edir. Suallarda sizcə hüceyrələr toxumada hansı funksiyaları yerinə yetirmək üçün birləşir? Hansı xüsusiyyətlərinə görə müxtəlif toxumaların hüceyrələri bir-birindən fərqlənir? Çoxhüceyrəli orqanizmlərin bütün hüceyrələri eyni deyil. Həm heyvanlarda, həm də bitkilərdə yerinə yetirdikləri funksiyalara görə müxtəlif ixtisaslaşmış hüceyrələr var. İxtisaslaşma onların daha səmərəli işləməsinə imkan verir. Burada isə şəkildə qırmızı qan hüceyrəsi, dəri hüceyrəsi,
sümük hüceyrəsi, əzələ hüceyrəsi, ağ qan hüceyrəsi, spermatozoid və sinir hüceyrəsi göstərilmişdir. Heyvan orqanizminin ixtisaslaşmış hüceyrələri. Qanın tərkibində də ixtisaslaşmış hüceyrələrə rast gəlinir. Qırmızı qan hüceyrələri, eritrositlər, iki tərəfi basıq, disk şəkilli formalı hüceyrələrdir. İnsanın yetkin qırmızı qan hüceyrələrində nüvə yoxdur. Bu xüsusiyyətlər oksigenin eritrositin sitoplazmasına asan daxil olmasını və qırmızı qan hüceyrələrinin kapilyar damarlarında hərəkətini asanlaşdırır. Eritrositlərin tərkibindəki hemoqlobin qana qırmızı rəng verir. Hemoqlobin hüceyrə və toxumalara oksigenin daşınmasında və karbon qazının xaric olmasında iştirak edir. Yandakı şəkildə isə eritrositlərin orqanlara oksigeni aparması və daha sonra orqanlardan karbon qazını alıb ağciyərlərə aparılması prosesi göstərilmişdir. Fəaliyyət hissəsindən biri qeyd yoxdur. Keçirin neyronlara. Neyronlar sinir hüceyrələridir və hər bir neyron cismindən və çıxıntılarından ibarətdir. Onların funksiyası qıcıqların qəbulu və ötürülməsidir. Çıxıntılar quruluşuna görə, funksiyalarına görə fərqlənirlər. Bəzi çıxıntılar qıcıqları qəbul edir və neyronun cisminə ötürür. Digər çıxıntılar vasitəsilə isə növbəti neyronlara, digər hüceyrə və toxumalara çatdırılır. Burada neyronların şəkli və çıxıntıları göstərilir. Orqanizmin cinsiyyətli çoxalmasında iştirak edən hüceyrələr qametlər adlanır və onlar orqanizmin irsi məlumatını daşıyır. Dişi orqanizmin qametləri yumurta hüceyrə adlanır. Onlar ölçülərinə görə bədənin digər hüceyrələrindən iri olur. Bəzi canlıların, məsələn quşların, balıqların yumurta hüceyrəsini adi gözlə də görmək mümkündür. Bilirik ki, ən iri yumurta hüceyrə isə dəvə quşundadır. Erkək orqanizmin qametləri spermatozoidlər adlanır. Yumurta hüceyrədən fərqli olaraq spermatozoidlər kiçik ölçülüdür və hərəkətə xidmət edən qamçıya bənzər quyruğu olur. Çoxalma zamanı yumurta hüceyrənin spermatozoidlə mayalanmasından zigot əmələ gəlir. Zigot yeni orqanizmi başlanğıc verən hüceyrədir. Yanda isə yumurta hüceyrə və spermatozoidin şəkilləri göstərilmişdir. Bitki orqanizmin ixtisaslaşmış hüceyrələri. Digər çox hüceyrəli orqanizmlərdə olduğu kimi, bitkilərdə də ixtisaslaşmış hüceyrələr var. Bitkilərdə kökün böyüyən uc hissəsindən yuxarıda kök tükcükləri və ya əmici cillər olur. Hər kök tükcüyü kökün xarici hüceyrələrinin uzun çıxıntısıdır. Bu hüceyrə qılafdan, sitoplazma, nüvə və vakuoldan ibarətdir. Bitki torpaqdan su və ya suda həll olmuş mineral maddələri kök tükcükləri vasitəsilə udur. Bəzi bitkilərin köklərində kök tükcüklərini adi gözlə də görmək mümkündür. Burada şəkillərdə isə örtücü toxuma hüceyrələri, ehtiyat toxuma hüceyrələri və fotosintez edən toxuma, bir də örtük toxuma. Ötürücü dedim də yəqin ki, yuxarıdakı ötürücüdür. Burada ötürücüdə birincisi ksilema borularına bənzəyir, ikincisi isə ələyə bənzər borulara bənzəyir. Sonra ehtiyat toxuma hüceyrələrini görürük, fotosintez edən toxuma və örtük toxuma hüceyrəsi. Burada isə ağızcıq göstərilmişdir. Düşün müzakirət hissəsində yazılıb ki, niyə kök tükcüyündə xloroplastlar yoxdur? Çünki bildiyimiz kimi köklər yerin altında yerləşir, yəni torpağın altında. Buna görə də orada fotosintez gedə bilməz. Fotosintezin getməsi üçün işıq lazımdır. Öyrəndiklərinizi tətbiq edin. Leyla Araqvari anemiya xəstəliyindən əziyyət çəkir.
Belə insanlar tez-tez yorğunluq və nəfəs darlığı hiss edirlər. Sizcə bu insanların halsızlıqdan şikayətinin səbəbi nədir? Anemiya bilirik ki, qan azlığı xəstəliyidir və anemiya zamanı burada yanında da şəkildə də göstərilib ki, normal eritrosit və oraqvari anemiya xəstəliyindən əziyyət çəkən insanın eritrositi. Eritrositin çox kiçik bir hissəsi var. Normaldan çox kiçik bir hissəsi olduğu üçün onda hemoqlobin miqdarı da az olacaq və bunun sayəsində oksigen də az daşına biləcək. Biz bilirik ki, mitoxondri hüceyrənin enerji mənbəyidir. Yəni bütün insan enerjisini hardan alır? Yekun olaraq ATF-dən alır. Yəni mitoxondrinin hazırladığı ATF-dən. Mitoxondri bunu necə eləyir? Oksigenlə yandıraraq eləyir. Məsələn, yediyimiz qidalar ən sonda gedir. Mitoxondri onları oksigenlə yandırır və onlar ATF-ə çevrilir. İndi burada oksigenin miqdarı az olduğu üçün artıq bu qidanı yandıra bilməyəcək və beləliklə yorğunluq olacaq və bu oksigen həm də tənəffüsdür axı. Nəfəs darlığı hiss ediləcək. Öyrəndiklərinizi yoxlayın. İxtisaslaşmış hüceyrələrin hansı xüsusiyyətləri onlara öz funksiyalarını yerinə yetirməyə imkan verir? Birincisi neyron verilib. Neyronun funksiyası sinir impulslarını ötürməkdir. Və burada xüsusiyyəti isə hansı xüsusiyyəti ötürməsinə imkan verir? Onun çıxıntıları. Eritrositin funksiyası oksigen və karbonun daşınmasıdır. Hansı xüsusiyyəti buna verir? Nə deyir? İmkan verir. Hansı xüsusiyyəti imkan verir? Onun tərkibində hemoqlobinin olması ki, hemoqlobin özünə oksigeni birləşdirir. Yumurta hüceyrənin funksiyası. Yumurta hüceyrənin funksiyası deyə bilərək ki, zigotun yaranmasıdır. Hansı xüsusiyyəti buna imkan verir? Qamet olması buna imkan verir ki, o yəni normal xromosom sayından yarı xromosom sayına malik olur və spermatozoiddə həmçinin onlar birləşərək normal insan hüceyrəsindəki xromosom sayı qədər zigot əmələ gətirir. Sonra isə elm, texnologiya, həyat hissəsi. Kök hüceyrələri. Hər bir çox hüceyrəli heyvan və insan orqanizmində kök hüceyrəsi adlanan xüsusi hüceyrələr var. Kök hüceyrələri orqanizmdə heç bir xüsusi funksiya yerinə yetirməyən xüsusi hüceyrələrdir. Bu hüceyrələr orqanizmin ehtiyac duyduğu istənilən hüceyrəyə çevrilə bilir. Nəticədə kök hüceyrələrindən orqanizmin müxtəlif hüceyrələri, qan, ürək, dəri, əzələ, beyin hüceyrələri yaranır. Məsələn, haraysa yaralanda, dərimizdə tutaq ki, harası yaralandı. Yaralanan zaman ora kök hüceyrələri tez gəlir və yenidən dəri hüceyrələrinə çevrilirlər. Alimlər kök hüceyrələrindən uğurla yeni hüceyrələr yetişdirib. Hazırda kök hüceyrələrindən ağır xəstəliklərin müalicəsində istifadə olunur. Kök hüceyrələri zədələnmiş hüceyrələrin və bütün toxumaların yenilənməsində iştirak edir. Eyni zamanda orqanları əvəz etmək üçün kök hüceyrələrindən yetişdirilən hüceyrələrdən istifadə etmək mümkündür. Burada da görünür ki, kök hüceyrələri, ondan yetişdirilən yeni hüceyrələr, bağırsaq hüceyrələri, qaraciyər, ürək əzələsi, sinir hüceyrəsi, qırmızı qan, əzələ hər bir hüceyrəyə çevrilmiş. Xülasə hissəsi. Qlaf, nüvə, sitoplazmaya bölünür. Hüceyrə bunu göstərir. Yəni qlaf, nüvə, sitoplazma və sitoplazmanın da alt başlığı olan orqanellər. Nüvə bitki, heyvan və göbələklərdə olur. Bakteriyalarda olmur. Qlaf bitki, göbələk və bakteriyalarda hüceyrə divarı şəklində olur. Bitki, heyvan, göbələk və bakteriyaların hamısında isə plazmatik membran olur, yəni qlafın daxili hissəsi. Hüceyrə divarı qlafın xarici hissəsidir, plazmatik membran qlafın daxili hissəsidir.
Sitoplazmada orqanellər olur. Orqanellər isə burada göstərilib vakol, plastidlər, ribosom, mitoxondri. Vakol bitki, heyvan və göbələklərdə olur. Bakteriyaları yazılmayıb bura. Deməli ki, bakteriyalarda vakol olmur. Mitoxondri bitki, heyvan və göbələklərdə olur. Bu da bakteriyalarda olmur. Plastidlər bitkilərdə olur, ribosom isə bitki, heyvan, göbələk və bakteriyalarda olur. Göründüyü kimi membranlı orqanoidlər vakuoldur, mitoxondridir, plastidlərdir. Onlar bakteriyalarda olmur. Ribosom isə bütün canlılar aləmində hamısında var. Plastidlər isə xloroplastlara, xromoplastlara, leykoplastlara ayrılır. İxtisaslaşmış hüceyrələr eritrositlər, neyronlar, yumurta hüceyrə, spermatozoid və əmici tel hüceyrələrdir. Ümumiləşdirici tapşırıqlar. Şəkildə rəqəmlərlə işarələnmiş hüceyrə hissələrinin adlarını və yerinə yetirdikləri funksiyaları dəftərinizdə qeyd edin. Bakteriya və bitki hüceyrəsində irsi məlumat daşıyıcısı xromosom harda yerləşir? Burada sağ tərəfdəki gördüyümüz kimi bitki hüceyrəsidir, sol tərəfdəki isə bakteriya hüceyrəsidir. Bakteriya hüceyrəsinə görürük ki, 6 xromosom göstərilmişdir, 6 rəqəmi ilə. Bitki hüceyrəsində nüvənin daxilində 3 xromosomu göstərib. Daha sonra burada 2 ribosomları yəqin ki göstərir. Bəli, dəqiq elə ribosomu göstərir. Səhifə 26-da məsələn var idi. Heyvan hüceyrəsi və bitki hüceyrəsinin müqayisə olunduğu hissədə nüvənin ətrafında ribosomlar bu şəkildə olur. Yəni bunlar ribosomlardır. Ondan sonra 7-ci mitoxondridir. Görürük ki, o bakteriya hüceyrəsində yoxdur. Mitoxondri daha çox belə təsvir olunur. Oval şəklində və daxilində ziqzaqlarla. Ondan sonra baxaq nə var? 7-ni dedik, 2-ni dedik, 3 dedik, 4 plazmatik membrandır, səhv eləmirəmsə, ya da qlafın xarici hissəsidir, ya da ümumiyyətlə qlaf göstərilmiş ola bilər. Hər ikisində bakteriyada da plazmatik membran və hüceyrə divarı var, bitki hüceyrəsində plazmatik membran və hüceyrə divarı var. Bakteriyada əlavə olaraq qoruyucu kapsulda olur. Ondan sonra 5'e baxaq. 5'də ribosomlara bənzəyir. Ribosomlar yəqin ki göstərilib. Məsələn, başqa vaxt şəkillərdə baxdıqda görə bilərik ki, bu şəkildə çevirdim ki, daha rahat görünsün. Lizosomlar burada hüceyrənin daxilini yumru şəklində göstərilir. Amma lizosom bilir ki, bir membranlı orqanoiddir, bir membranlı orqaneldir və o da bakteriya hüceyrəsində membranlı orqanel olmadığı üçün ola bilməz. Yəni buradakı 5 böyük ehtimallı yeni ribosomlardır, lizosom deyil. Bəlkə də bu dairə içəri doğru qıvrılan dairə şəklində göstərildiyi lizosomdur. Onu bakteriyada göstərməyib. Həm də onun haqqında bu mövzularda lizosom haqqında danışmadığı üçün onu göstərə bilməz. Həm də dediyim kimi, həm bakteriya, həm də bitkiyə qoyduğu üçün bu ola bilməz. Cədvəli tamamlayın. Obyektin adı, şəkil ölçüsü soruşulur. Faktiki ölçünü verib 8, böyütmə dərəcəsini verib 100. Burada düstur bizdə necə idi? Heç düsturu əgər unutdunuzsa, yadınıza salmaq üçün deyim. Məsələn, biz faktiki ölçü şəkil ölçüsü deyirik. Bu da nə vaxt baxılırdı? Mikroskopla baxılırdı. Mikroskopla kiçik olan bir obyekti böyüdürük də, düzdür. Məsələn, deyək ki, onun kiçik ölçüsü olsun 1 sm, şəkil ölçüsü isə elə böyütdüyümüz olacaq 5 sm. Yəni şəkil ölçüsü ondan böyük olacaq. Bu coğrafiya deyil ki, biz deyək ki, miqyas xəritədəki kimi. Xəritədə necə olur? Əksinə olur ki, coğrafi obyektlər daha böyükdür. Şəkildə biz onu kiçildirik. Mikroskopda isə əksinə obyektlər, araşdırdığımız obyektlər kiçikdir, biz onları böyüdürük. Ona görə də böyüdülmüş ölçüsü hansıdır? Şəkil ölçüsü.
Faktiki ölçü kiçik ölçüdür. Deməli, şəkil ölçüsünü faktiki ölçüyə böləndə biz burada böyütmə dərəcəsini alırıq ki, bu nə qədər böyüyüb. Məsələn, deyək ki, şəkil ölçüsü 5 sm, faktiki ölçü 1 sm olarsa, o nə qədər böyüyüb? 5-i bölərik 1-ə, alarıq 5. Yəni düsturu yadda saxlamağa heç ehtiyac yoxdur. Əslində məntiqlə düşündükdə tapa bilirik. Deməli, burada verib bizə faktiki ölçünü 8, böyütmə dərəcəsini isə 100. Deməli, nə isə bölürük 8-ə, buradan alırıq 100. Və yaxud da daha asan formada deyə bilərik ki, burada elə düsturu yazaq, ən yaxşısı ki, oradan düstur çıxardaq. Düsturu özümüz də tapdıq. Yenə də çaşmamaq üçün onu yazaq. Deməli, nə tapdıq biz? Tapdıq ki, şəkil ölçüsünü faktiki ölçüyə böləndə buradan böyütmə dərəcəsini alırıq. İndi bizə burada şəkil ölçüsü soruşulur. Faktiki ölçü verib 8. Böyütmə dərəcəsi 100. Deməli, şəkil necə olacaq? 800. Bunu tapdıq. İkinciyə baxaq. Yumurta hüceyrə 1-dir. Faktiki ölçü neçədirsə, böyütmə dərəcəsi 5000-dir. Yəni, düsturda yerinə qoyaq. 1 bölünsün faktiki ölçü verib bizə 5000-i. Buradan da faktiki ölçünü tapsaq 1 böl 5000. Bunu indi onluq kəsrə əgər çevirsək necə olacaq? 1 böl 5000-i. 10.000 eləyək bunu. 2 bölək 10.000. Yəni 0,10.000-də 2. Bu şəkildə yaza bilərik. Sonrasına baxaq. Süd turşusu bakteriyalarının çoxalmasını əks etdirən qrafiki nəzərdən keçirin. Məhsul 24 dərəcəyə qədər qızdırılarsa, nümunədəki bakteriyaların artım faizini müəyyənləşdirin. Baxaq burada, əvvəlki bakteriya sayı 0 ilə 20-nin ortasında göstərilib. Yəqin ki, burada əvvəlki bakteriya sayı əvvəlki bakteriya sayı yəqin ki 10-dur. Ondan sonra isə 24 dərəcədə neçə olub? 40 olub. Və nümunədəki bakteriyaların artım faizini 10-dan 40-a gəlibsə, neçə faiz artıb? Bu 400% artmışdı. 400%. Bakteriyaların çoxalması üçün hansı temperaturun əlverişli olduğunu müəyyən edin. Hansı temperatur ən əlverişlidir? Hansı temperaturda görürük ki, daha çox artım olmuşdu, ona baxaq. Məsələn, ən çox kəskin artımı burada 24-26 dərəcədə görürük. Kəskin artım baş vermişdi. Ondan sonra həmçinin 28-30 dərəcədə görürük. Sonra belə kəskin artım başqa görülmür. Ən çox 24-26 və 28-30 dərəcələrdədir. Məsələn, burada 32-34 dərəcədə də var, amma daha azdır. Nisbətən daha azdır burada. Keçdik 4-cü suala. Şəkildə 4 hüceyrə təsvir olunub. 2 bitki hüceyrəsini göstərin. Deyir, şəkildə 2 bitki hüceyrəsini göstərin. Burada B görürük ki, spermatozoiddir. A əmici teldir. C eritrositdir. D isə bitki hüceyrəsidir. Burada deyir 2 bitki hüceyrəsi, bir əmici tel olacaq, bir də D variantındakı bitki hüceyrəsi. Bu bitki hüceyrələrindən hansının tərkibində xloroplast olar? A-da olmayacaq, D-də olacaq. Çünki dedik ki, torpağın altında olduğu üçün əmici tellərdə xloroplast olmur. C-də deyir, xloroplastın funksiyası ilə bitkinin qidalanması arasında nə kimi əlaqə var? Bitki xloroplastı sayəsində fotosintez edir və bitki fotosintezlə qidalanır. Sonra digər bitki hüceyrəsinə orqanizmin hansı hissəsində rast gəlmək olar? Digər bitki hüceyrəsi dedikdə əmici tellər, kökdə rast gəlinir. Hansı şəkildə qan hüceyrəsi göstərilib? C-də onun funksiyası nədən ibarətdir? Oksigenin və karbonun daşınması. Hansı hüceyrə fəal hərəkət edə bilir? Nə üçün? Burada B, spermatozoid fəal hərəkət edə bilir ki,
o hərəkət etsin və digər spermatozoidlərlə mübarizə aparsın, yumurta hüceyrəyə, sonra da daxil olsun. Heyvan və bakteriya hüceyrələrini müqayisə edin. Mitoxondri, hüceyrə divarı, plazmatik membran, nüvə, ribosom və nazik xarici qlaf verilmişdir. Mitoxondri bakteriya hüceyrəsində olmur, yalnız heyvan hüceyrəsində. Hüceyrə divarı hər ikisində yox, heyvan hüceyrəsində olmur, bakteriya hüceyrəsində isə olur. Plazmatik membran hər ikisində olur. Nüvə heyvan hüceyrəsində olur. Ribosom membransız orqanoiddir, hər ikisində olur. Nazik xarici qlaf isə heyvan hüceyrəsindədir. Bakteriya hüceyrəsində həm hüceyrə divarı var, qalındır, həm də üzərində də kapsulası var. 6-cı sual. Hansı şəkildə neyronların məlumatı ötürülmə prinsipi düzgün göstərilmişdir? Ötürülmə prinsipi düzgün göstərilmişdir. Burada baxaq. Burada kiçik çıxıntılar və uzun çıxıntıları bilməliyik nədir? Bilirik ki, məlumat kiçik çıxıntılar vasitəsilə alınır, uzun çıxıntılar vasitəsilə ötürülür. Yəni gördüyünüz kimi birincidə qələmdə açın. Birincidə dendritlərdən sonra aksonlar gəlmişdi. B variantında dendritdən sonra dendrit gəlib. C-də akson gəlib, dendrit gəlib, sonra yenidən akson gəlib. D-də dendritdən sonra akson gəlib. Yox, aksondan sonra bu hissənə baxaq da əsas aksondan sonra akson gəlib. Burada deyir ki, hansı şəkildə neyronların məlumat ötürmə prinsipi düzgün göstərilmişdir. Dəqiq görürük ki, B və D variantlarında eyni çıxıntılar gəldiyi üçün düzgün deyil. Və burada məsələn baxsaq C variantına nə olub? Aksondan məlumat görürük ki, ötürülür dendritə. Amma normalda dendritdən aksona ötürülür. Yəni A variantındakı kimi, ona görə cavab A-dır.